Vəfa Şərifova qadın müğənnilər barədə qalmaqal yaradacaq fikirlər səsləndirir. Müsavat.com xəbər verir ki, Rəngarəng verilişinə qonaq olan müğənni uşağının atası ilə qadın müğənnilərin yaşadığı münasibətdən danışıb. Ümumiyyətlə, qadın sənətçilərin çoxunun mənim uşağımın atası ilə bir yaşanmışlığı problemi olub. Ondan sonra mənə keçiblər. Mənimlə bağlı bir şey olmayıb. Vəfa Şərifova küsülü olduğu həmkarı Afət Fərmanqızı üçün sürüm-sürüm sürünsə də mən onu heç vaxt bağışlamayacağam, deyə bildirib. Müğənni Vəfa Şərifova Rəngarəng verilişində səsləndirdiyi açıqlamalarla qalmaqal yaradıb. O canlı yayımda həm şəxsi həyatı, həm də sənət aləmindəki bəzi həmkarları haqqında açıq və sərt fikirlər səsləndirib.